Qarşınızdakı insana öz hissləriniz haqqında danışmağı öyrənək. Bir, çox asan, mən səni sevirəm, məncə 100% hamının bildiyi, ya тебя люблю. Okay, bu çox gözəl. Bəs əksinə, nifrət edirəm səndən. Necə deyə bilərik bunu rusca? Ненавидеть, nifrət etmək. Я тебя ненавижу. Я тебя ненавижу. Ümid edirəm ki, heç vaxt bizə lazım olmayacaq kiməsə bunu deməyə, amma yenə də ən azından arsenalda olsun, biləsiz o sözü. Necə deyək ki, qısqanıram. Mən səni qısqanıram. Это будет я ревную. Я ревную тебя. Потом, necə deyə bilərik ki, heç vecimə deyilsən. Yəni, heç bir hisslərim yoxdur elə bil ki, sənə qarşı. Bunu necə deyir rusca? Bunu deyəcəksiniz. Ты мне безразличен. Ты мне безразличен. Və yaxud qadına qarşı bunu deyəcəksinizsə безразлично olacaq. Ты мне безразлична. İndi isə bunu siz yazın, məncə onda asan tapacaqsınız, amma bu cümlədə müəyyən səhvlər olur. Danışmağa mövzumuz olacaq. Mən sənin üçün darıxıram. Bunu necə deyək rus dilində? Şərhdə gözləyirəm cavabınızı.